Hər bir xalqı, toplumu ağ günə çıxaran, onu işıqlı günə çıxaran, onu maarifləndirən ziyalısı və lazım olanda təşkilatlandırıb meydana çıxaran müxalifəti olmalıdır. Bizdə heç biri yoxdur. Çünki bir xalq olaraq, hələlik xalq olaraq formalaşmamışıq və toplum olaraq bizə tanış olana qaçmışıq və həmişə tanış, populist nələrsə deyənləri biz gətirib ziyalı və müxalif mövqeyinə qoymuşuq. Halbuki fərqi yaradan fərqli fikirlik və fərqli nəsnələr olur. Məsələn, götürək Üzeyir Hacıbəyov. Üzeyir Hacıbəyov o mollalar olan dönəmdə, o cahil dönəmdə Şərqdə ilk operanı Leyli və Məcnunu yaratdı. O da öz tutkusunu susturaraq, o da geri duraraq, sussa, biganə olsa, biz indi Şərqdə ilk opera yaradan bir xalq olmuşuq deyə öyünə bilmərik. Yaxud da Sabiri götürək. Acılıq içərisində o cür əsərləri yaratdı. Mirzə Cəlil Məmmədquluzadə, yaxud Məmməd Əmin Rəsulzadə. Yəni, onlar olmazsa biz xalq olaraq nə deyib ortaya nələrisə qoya bilərdik ki? Qara Qarayev Sovet dönəmində, yəni avangard musiqinin qolunu yaradanda ona elə öz həmkarları necə hücum edib ona necə xain damğası vururdular. Yaxud götürək elə Üzeyir Hacıbəyovu. Sonra Sovet dönəmində, Stalin dönəmində Köroğlu operasını yaratdı. Yəni Köroğlu dastan qəhrəmanı olsa da bir azadlıq simvoludur, bir zülmkarlara qarşı mübarizə simvoludur. Yəni müasir dövrdə nədən Sovet dönəmində digər ziyalılar, digərləri bax bu cür əsərlər yarada bilmədi, müxalifət bax bu cür ola bilmədi. Deməli ki, meydanda tutku olmayan insanlara siz yer verdiniz. Digərləri də qorxub çəkildi, sustu və o qorxub çəkilənlərə, susanlara mən haqq qazandırmıram. Siz də edənlərlə eyni bədəli ödəyirsiniz. Çünki Üzeyir Hacıbəyov, Sabir, Cəlil Məmmədquluzadə və digərləri, Qara Qarayev, digərləri olsun. Yəni onlar da susub otura bilərdilər, amma onlar susmadılar. Yəni mövcud sərhədlər, mövcud qırmızı xətlərə uyğun nələrisə yan keçərək eləməyi bacardılar və biz indi onlarla öyünürük. Amma müasir dövrdə öyünəsi bir şey yoxdur. Halbuki müasir dövrdə əlinizdə internet var. Mənim kimi oturub, bax, nəsə yarada, öz əsərlərinizə fərq yoxdur. Sizin də səsiniz 5 adama, 10 adama çata bilər. Və susaraq öz içinizdə o istedadınızı gömməklə yanaşı, həm də özünüzü gömürsünüz. Öz qəbrinizi elə indidən içinizdə qazıb oturubsunuz. Tanrı isə cəsurları sevir və harda olursa olsun onların üzərində işıq yandırır.